Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən? Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən. Özünü bu dünyada heç kəs qonaq sanmamış. Ancaq ömrün özü də bərabər paylanmamış. Ömür paylanan zaman görün kimə nə düşdü. 300 il bozqarğıya, 10 il şahinə düşdü. Həyat, sən nə şirinsən? Kim səndən doydu getdi? Gedənlər bu dünyada qəlbini qoydu getdi. Dünən qoca bir qarı, dilində ahuzarı. Bu dünyanın əlindən gəlmişəm zara dedi. Ölmürəm ki bir dəfə, canım qurtara dedi. Ürəkdənmi söylədi o bu sözü görəsən? Xeyr, inanmıram mən. O yana dedi. Dili söylədisə də, ürəyində o dərhal lənət şeytana dedi. Həyat, sevincin qədər əzabın da şirindir. Səni mənalandıran o keşməkeşlərindir. 200 il yaşadı ləzzət içində Loğman. Yenə möhlət istədi ölərkən Allahından. Yatırdı göy çəməndə, çatdı ona Əzrail. Dedi, 200 il ömür sənə bəs deyil. Mən canını almağa gəlmişəm, nə sözüm var? Loğman dedi, sözüm yoxdur. Aldığımı gəl apar. Ancaq macal eylə mənə bircə anlıq əcəldən, gəl canımı burada yox, o çəmənlikdə alsın. Əzrail razılaşdı. Ayağa qalxdı Loğman. Yeridi. Ancaq daş asıldı sanki ayaqlarından. Aslı yeriyib çatdı dediyi yerə. Loğman baxdı yerlərə, Loğman baxdı göylərə. Üzərində 200 il yaşadığı cahanla vidalaşdı elə bil. Özü vidalaşsa da, gözü qaldı dünyada. O düşündü bu anda, bu dünyaya gələndən nə görmüşəm cahanda. Ah, elə bilirəm, dünən doğulmuşam mən, ömrümü verdim bada.